İnsan ayağı dəyməyən təbiət, tanınmayan, kəşf olunmayan və ya hələ tam araşdırılmayan bölgələr, ənənələr, həyat həmişə insanları özünə maqnit kimi çəkir. Maraq insana həmişə güc gələ bilir. Çətini yola çıxana qədərdir. Bu bölgəyə qədəm qoyanda uzanan dolambac yol boyu çox gözəl mənzərələrin, yamyaşıl meşələrin, zirvələrin, üzü Xəzər dənizinə axıb gedən dağ çaylarının, cürbəcür çiçəklərin ətrinin, həmçinin oxuyan müxtəlif quşların səsinin ofsununa düşəcəksiniz. Bu yol bizi yeni kəşflərə, macəralara, yeni hekayələrə doğru aparır. Uca dağlar, sərt qayalar, vahiməli dərələr, bir vaxtlar xanların, şahların dincəldiyi yaylaqlar, gür şəlalələr, uzun incə yollar, ilan kimi qıvrılıb uzanan çaylar sizə yol yoldaşı olacaq. O, sizi ilk baxışdan özünə aşiq eləyəcək. Adının səslənməsindən hələ 1000 illər əvvəl mövcud olan qədim bir diyardayıq. Bu bölgə dağlıq ərazidir. O, Kiçik Qafqaz dağlarının davamı sayılan Talış dağlarının, həmçinin Peştəsər, Şahnişin, Buravar zirvələrinin əhatəsində yerləşir. Bu dağların ətəyində, sinəsində, hətta zirvəsində belə yerləşən kəndləri, eyni zamanda qədim abidələri kəşf eləməyə gəlmişik. Təbiət gözəlliyini, yer kürəsini bəxş edən Azərbaycanın bu bölgəsinin adı Yardımlıdır. Salam Yardımlı. Yardımlı Azərbaycanın cənub-şərq hissəsində yerləşir. Dəniz səviyyəsindən 750 metr yüksəklikdə yerləşən Yardımlı şəhərindən yuxarı kəndlərə qalxdıqca, hündürlük bəzi kəndlərdə 1500 metr, Avaş və Perimbel, Deman kəndlərinə uzandıqca isə 2000 metrdən yuxarı qalxır. Vaxtilə rayonun mərkəzi Vərgədüz kəndi olduğundan o Lənkəran qəzasının Vərgədüz dairəsi adlandırılıb. İnzibati mərkəzi Yardımlı kəndi olan bölgə 1938-ci ildən Yardımlı rayon adlandırılıb. 1963-cü ildə isə Yardımlıya şəhər tipli qəsəbə statusu verilib. Yardımlı Azərbaycan Respublikasının Lerik, Masallı və Cəllabad rayonları, həmçinin İran İslam Respublikası ilə həmsərhəddir. Şimal və qərbdən qonşu olan İran Respublikası ilə dövlət sərhəddinin uzunluğu 96 kilometrdir. Yardımlı toponimi müxtəlif cür izah edilir. Mütəxəssislər yardımlı sözünün mənşəyini qədim zamanlarda bu torpaqlarda geniş yayılmış atəşpərəstliyin olması ilə bağlayırlar. Bu ərazilərdə eramızdan əvvəl 4-cü əsrə aid küp qəbirlər aşkar edilib. Bu forma qəbirlər İslam dininin Azərbaycanda yayılmasına qədər olan dövrə aiddir. Azərbaycanın tarixçi alimi Ziya Bünyadovun araşdırmalarına əsasən yardımlı sözü Ertim adından törüyüb. Ertem tayfaları da bu ərazilərdə yaşadığı üçün Ertemli, li şəkilçi artırılanda Ertemli, yəni yardımlı Ertemli. Ziya Bünyadov da özünün kitablarında qeyd edib Ertem, Ərdəmli, bax belə bir şəkildə olduğunu ehtimal olunur. 12-13-cü əsrlərdə Şimali Qafqazdan insanların Azərbaycana gəlişində peçeneklər də iştirak ediblər. Tədqiqatçıların ehtimalına görə Erdim tayfası da peçeneklərlə Azərbaycana bu vaxt gəliblər. Əski türkçədə Ərdəmli cəngavər mənasında yazılır. Amma belə bir versiyada xalq arasında, cəmaatımız arasında, ulularımız arasında, qocalarımızdan bax belə eşitmişəm ki, güya Yardıməli adında bir adam olub, bura gəlib, burada xeyriyyə işlərlə məşğul olub, burada adamlara yurt salıb, kömək eləyib, Yardım Əli adı ilə də yaddaşlarda qalıb. Bu diyarın hər bir bölgəsində, hər bir cüşəsində, hər bir kəndində maddi mədəniyyət nümunələri sübut edir ki, bu diyarın tarixi çox qədimdir.
Yardımlı ərazisində insan məskunlaşması min illər əvvələ gedib çıxır. Talış dağ silsiləsinin bir parçası olan bu ərazi həm qədim karvan yolları, həm də tarixə düşən çəkişmələrin mərkəzi olub. Yardımlının Tarix Muzeyində neçə sivilizasiyalara şahidlik edən bu bölgənin keçmişini eksponatlar vasitəsilə görmək olar. Daş kitabələr, saxsı küplər, dəmir silahlar, alətlər, müxtəlif tapıntılar sizə Yardımlının tarixindən danışacaq. Yardımlı yaşıllıqlar içərisində böyüyən şəhərdir. Şəhərin mərkəzində hara getsəz, yamyaşıl parklar, istirahət məkanları, gül çiçəklər görəcəksiniz. Çox da böyük olmayan Yardımlının mərkəzi ətraf dağlarda salınan kəndlərə çox yaxındır. Rayonun ən böyük və ən uzun çayı Vilək çayıdır. O, Xəzər dənizinə tökülür. Ərazisinin böyük hissəsi meşəlik olan Yardımlının əhalisinin sayı isə təxminən 70 minə yaxındır. Avtomobillə paytaxt Bakıdan Yardımlı şəhərinə olan məsafə 264 kilometrdir. Bu təxminən 3 saatdan biraz artıq yol deməkdir. Masallı Yardımlı yolunun üstündə gördüyünüz belə bir Yardımlının vizit kartlarından biri olan şəlalə var. 34 metr hündürlükdən tökülən bu şəlalə 2 mərtəbəlidir. Yuxarı hissəsinə ətrafa çox gözəl mənzərə açılır. Sovet dönəmində burada bir daxma var idi, gözətçi daxması. Ona görə yerli insanlar əraziyə təkdam deyir. Yardımlının məşhur şəlalələrindən olan bu təbiət gözəlliğini görmək üçün bura hər gün yüzlərlə turist gəlir. Şəlalənin birinci mərtəbəsinin üst hissəsinə çıxıb ətrafı seyr eləmək mümkündür. Bunun üçün xüsusi yol, pilləkənlər və balaca körpü də var. Təxminən 1500 metr yüksəklikdəki bu nöqtədən ətrafa möhtəşəm panorama açılır. Yardımlıda bir çox yerdə şəlalələri görmə imkanınız var. Belə məkanlardan biri də yerli və xarici turistlərin, hiking həvəskarlarının sevimli yeri sayılan, son 5 ildə çox populyarlaşan Nisəqala kanyonudur. Nisəqala, Peştəsər və Qaraqaya kəndləri ərazisində çox yaxın bir yerdə, tək Yardımlıda deyil, ümumiyyətlə bütün Azərbaycanda məşhur olan bir kanyon var. Nisəqala kanyonu. Bu kanyon Peştəsər Sıra dağlarının ətəyində yerləşir. Mövsümündə onu seyr eləmək üçün hər gün yüzlərlə yerli və xarici turist bura gəlir. Bugün biz də onu kəşf eləməyə gəlmişik. Bura Nisəqala kanyonunun giriş hissəsidir. Hiking marşrutu, yəni təbiət yürüyüşü məsələ buradan başlayır. Kanyon təxminən 3 kilometr uzunluğundadır. Çətin coğrafi relyefinə görə onun axırına qədər gedib çıxmaq mümkün deyil. Amma bəzi adrenalin həvəskarları bu nöqtəsinə gələ bilərlər. Kanyona girən kimi bu dağların əzəməti, quşların səsi və müxtəlif çiçəklərin ətri sizi öz ofisunda salacaq. Hər üç kəndə, yəni Nisəqala, Qaraqaya və Peştəsər kəndlərinə yaxın yerdə yerləşən kanyonu deyilənə görə ilk dəfə Nisəqala kənd sakini xarici turistə təqdim edib
və onu Nisəqala adlandırıb. O gündən də kanyon məhz bu kəndin adını daşıyır. Nisəqala kanyonu. İlk görüşdə adam kanyonun mənzərəsinin seyrinə düşür. Vahimələnirsən, heyrətlənirsən, təəccüblənirsən, ruhlanırsan, bir sözlə hisslərin bir-birinə qarışır. Amma emosiyaların nə qədər qarışsa da bir şey aydın olur. Sən gördüklərindən həzz alırsan. Xəyallarında, filmlərdə gördüyün mənzərəni burada görüb, onun varlığına uşaq kimi sevinirsən. Eyni zamanda ondan uşaq kimi biraz çəkinirsən, biraz da ehtiyatlanırsan. Amma hərəkət dayanmır. Sən şövqlə ona doğru irəliləyirsən. Bu hissləri yaşamaq üçünsə bu cığırları getmək, bu gözəlliyi yerində duymaq lazımdır. Nisəqala kanyonunun içərisindən keçən çay, Vilək çayın bir qolu Milə çayıdır. Dediyim odur ki, kanyon boyu siz hərəkət eləyəndə çayı o tərəf bu tərəfə keçməli olacaqsınız. Keçəndə daşlardan ehtiyatlı olun, onlar sürüşkəndir. Düzdür, yıxılsaz da belə bir böyük hadisə baş verməyəcək, çünki su dayazdır. Amma hər halda ehtiyat igidin yaraşır. Bir-iki dəfə ayağım suya girsə də, geyimin biraz su olsa da tez qurudum. Burada mənzərə o qədər gözəldir ki, heç nə adamın əhvalını, keyfini poza bilməz. Peştəsər dağ silsiləsinin əzəmətli, hündür, mamırlı qayaları adamda heyrət və heyranlıq yaradır. Kanyonu gəzə-gəzə gəlib çıxdıq onun birinci bol sulu şəlaləsinin astanasına. Qayaların arasında döngədə gizlənən şəlalənin səsi astanada artıq aydınca eşidilirdi. İndi biz kanyonun bu keçidini keçib birinci şəlaləni sizə göstərəcəyik. Sadəcə ayaqqabılarımızı çıxartmaq lazımdır. Bu mərhələdə siz qərar verməlisiniz. Çünki şəlaləni görmək üçün burulan keçidi keçmək lazımdır. Bu keçidi isə yalnız suya girərək keçmək mümkündür. Biz də ayaqqabılarımızı çıxarıb, şalvarın ətəyini qatdalayıb girdik suya. Belə yerdə dəstək olan bələdçinin olması işimizi xeyli asanlaşdıracaq. Bizim bələdçimiz bu yerlərə yaxşı bələd olan, hər keçidini yaxşı bilən Həmid oldu. O, yerli sakindir və taekvondo üzrə peşəkar hakimdir. Alpinizm isə onun hobbisidir. Azərbaycanın onlarla zirvəsini fəth edən Həmid bugün də hobbisini davam edir. O Nisəqala kanyonunu sona qədər gedən, onun 13 şəlaləsini canlı görən Azərbaycanda bəlkə də yeganə adamdır. Məhz onun sayəsində kanyonun 13 şəlaləsindən yükümüzü və imkanlarımızı nəzərə alaraq heç olmasa 4-ünü görmək planımız var. Nisəqala kanyonunun birinci çətin keçidindən suyun içi ilə keçib gəldik onun ilk birinci görə biləcəyiniz şəlaləsinin yanına. Gördüyünüz kimi o əzəmətli və bol suludur. Ümumiyyətlə Nisəqala kanyonunda deyilənə görə 13-dən çox şəlalə var. Bu onlardan birincisi sayılır. Çox gözəldir. Çox adam bu şəlaləyə qədər gələ bilib və onun görüntüsündən həzz alıb. Amma sonraki şəlalələrə getmək kanyonun relyefi baxımından çətin və biraz da təhlükəlidir. Uzun illərin yolsuzluq təcrübəsinə, aldığımız dağçılıq təlimlərinə və etibarlı bələdçimizin bilgilərinə arxalanaraq biz ikinci şəlaləyə doğru getməyə qərar verdik. Bu yer bayaq gördüyünüz şəlalənin, bol sulu şəlalənin üst qatıdır. Onu şəlalənin üstü ilə yolla dağların arasından çıxıb gəlmişik bura. İndi gedirik ikinci şəlaləyə doğru. Üst qata doğru çətin keçilən yerlər artıq arxada qaldı. Hələ ki, bundan o yana, yəni kanyonun ikinci şəlaləsinə doğru qalan yol nisbətən rahat olmalıdır.
çox həyəcanla növbəti təbiət gözəlini görməyə gedirik. Əminəm ki, birinci kimi ikinci şəlalə də bizi heyran eləyəcək. O ki qaldı yol boyu gördüyümüz ətraf mənzərəyə, o nəfəs kəsicidir, vahiməlidir, eyni zamanda göz oxşuyur. Bura sanki insan ayağının dəymədiyi yerlərdir. Baxmayaraq ki, kanyon kəndlərə yaxın yerdədir və girişi çox rahatdır. Amma nə əcəbsə son 5 ilə qədər onu kəşf edən olmamışdı. Amma indi bu kanyon çox populyardır. Lakin yenə də kanyonun sonuna qədər gedib, onu canlı görüb, kəşf eləmək hər adama nəsib olmuyor. Nəhayət gəlib çıxdıq Nisəqala kanyonunun ikinci şəlaləsinə. Hər iki şəlaləni görmək üçün çətin yollardan keçməli olacaqsınız. Amma onları görəndə deyəcəksiniz ki, bu çətinliyə dəyərdir. Çünki hər ikisi sizdə heyranlıq hissi yaradacaq. Çox az adam olar ki, kanyonun ikinci şəlaləsini yaxından görüb. Amma onu peşəkar çəkiliş texnikası ilə çəkən deyilənə görə hələ olmuyor. Demək olar ki, siz indi ekskluziv kadrlara baxırsınız. Bu, Nisəqala kanyonunun ikinci bol sulu şəlaləsidir. Biz artıq kanyonun 3-cü şəlaləsinə doğru gedirik. Buradan o yana yollarımız daha çətin və təhlükəli olacaq. Düz, rahat yol demək olar ki, yoxdur. Biz qayalara dırmana-dırmana, kolları təmizləyə-təmizləyə özümüzə cığır açmalıyıq. Kanyonun bu yerlərinə adam gəlmədiyinə görə istiqamət bəlli olsa da, şəlaləyə aparan yol demək olar ki, yoxdur. Çox çətin yollardan keçərək nəhayət gəlib çıxdıq Nisəqala kanyonunun 3-cü şəlaləsinə. Bu şəlaləni görüb, daha sonra növbəti şəlaləyə getməyə cəhd eləyəcəyik. Çünki buradan o yana yol biraz da çətinləşir. Nisəqala kanyonu Azərbaycanda gördüyüm ən böyük və heyrətamiz təbiət gözəli oldu. Təxminən 3 kilometr uzunluğunda olan bu kanyonun hətta 500 metrəsinə belə getmək, onu görmək sizi məftun eləyəcək və yaddaşınıza ömürlük yazılacaq. Nisəqala kanyonu təbiətin möcüzəsi adına layiq yerdir. Bir dəfə də olsa onu görmək lazımdır. O ki qaldı 4-cü şəlaləyə, təəssüf ki, onu yaxından görə bilmədik. Çünki onsuz da bura gəldiyimiz çətin yol getdikcə daha çətin və təhlükəli idi. Bələdçimiz də yükümüzü və çətin relyefi, daşların nəmli, sürüşkən olmasını nəzərə alaraq buradan geri dönməyimizi məsləhət gördü. Nisəqala kanyonu başlanğıcını Nisəqala və Qaraqaya kəndlərindən götürür və Peştəsər kəndinə doğru tamamlanır. Kanyonun Peştəsər ərazisinə düşən hissəsini siz Daşbaşı deyilən yüksəklikdən izləyə bilərsiniz. Buradan tək kanyona deyil, eyni zamanda Yardımlı rayonunun mərkəzinə və Peştəsər zirvəsinə göz oxşayan mənzərə açılır. Daşbaşı ərazisindən Peştəsər kəndinə təxminən 20 dəqiqəlik yoldur. Gördüyünüz bu ecazkar mənzərə Nisəqala kanyonunun üst hissəsində yerləşir. Ərazi Peştəsər kəndinin ərazisidir. Yaxınlıqda yerləşən zirvənin adı da Peştəsərdir. O, dəniz səviyyəsindən 2244 metr hündürlükdə yerləşir. Yardımlıya gələndə hökmən buranın seyrinə gəlin. Yardımlının ən gözəl və səfalı kəndlərindən olan Peştəsər kəndi Peştəsər dağ silsiləsinin ətəyində yerləşir. Hər gün dəyişən hava burada fərqli mənzərələr yaradır. Dağların başına enən buludlar tez-tez yerini dəyişir. Hər dəfədə yaranan mənzərə o qədər fərqli və gözəl olur ki, baxmaqla doymaq olmur. Belə mənzərəyə saatlarla dayanıb baxmaq olar. Kəndin ətrafında olan Peştəsər dağ silsiləsi Yardımlıda ən yüksək nöqtələrdən biridir.
Silsilə Talış dağlarının bir hissəsi olaraq Buravar və Talış sıra dağları ilə əhatələnib. Təəssüf ki, zirvəyə duman gəldiyindən yaxın olsaq da qalxa bilmədik. Dağ zirvələrində havanın belə şıltaqlıqları ilə tez-tez rastlaşırsan. Məsələn, Yardımlının Alar kəndində dağ başında olan Qız Qalası abidəsinə qalxanda duman bizi vaxtsız saxladı. Amma biz ora qalxmaq üçün 2 gün sonra yenə cəhd elədik və bu dəfə alındı. Bu sərgüzəştimizi ətraflı danışmazdan əvvəl Alar kəndi ilə tanış olaq. Gördüyünüz bu əzəmətli dağlar, ecazkar təbiət Alar kəndinin ərazisidir. Alar Azərbaycanın Yardımlı rayonunun ən yüksək dağ kəndlərindən biridir. Deyilənə görə Alar kəndində ilk binanı Ala adında İrandan gələn xan və ailəsi tikib. Ona görə də kəndə bu adı veriblər. Alılar, daha sonra Allar, indi isə Alar formasını alıb. Alar kəndi tək füsunkar təbiəti ilə deyil, həm də ərazisində olan qədim abidələri ilə də çox məşhurdur. Yardımlıda bir çox kəndlər Sovet dönəmində deportasiya məruz qalıblar. İllər sonra isə bir çox kəndlərin əhalisi yenidən öz el-obalarına qayıda biliblər. Seyrinə çıxdığımız Alar da Yardımlının belə kəndlərindən biridir. Alar yüksək dağ kəndidir. Deyilənə görə Türk tayfalarından birinin adıdır. Kəndin o qədər xoş aurası var ki, bu sehrin bitməsini istəmirsən. Bu ofsunun içində kənddən aydın görünən Qız Qalası abidəsinin xüsusi yeri var. Alar kəndi ərazisində yerləşən, təxminən eramızdan əvvəl formalaşan, hal-hazırda üzərində dayandığım Qız Qalası adlandırılan qaya zirvəsi vaxtı ilə oda sitayiş edən atəşpərəstlərin ibadətgahı olub. Daha sonralar isə, yəni orta əsrlərdə o müdafiə istehkamına çevrilib. Hətta deyilənə görə qədimdə bu qalanın ətrafında yaşayış məskəni də olub. Əsrlər boyu davam edən təbiət hadisələri nəticəsində qalanın yeni tikilləri torpağın altında qalıb. Deyilənə görə digər zirvələrdən bura saxsı qablarla su borusu da çəkiblər. İndi qalanın ətrafını gəzdikcə bu saxsı qablara rast gəlmək olur. Saxsı qab qırıntıları, kərpic, tikintidə istifadə olunan daşları hələ də ətrafda görə bilərsiniz. Müxtəlif dövrlərdə fərqli məqsədlər üçün istifadə olunan Qız Qalası hələ tam kəşf olunmayan abidələr siyahısındadır. Qalanın hər tərəfi dərin uçqundur. Ora çıxmaq çox çətindir, çünki sərt döngəli və təhlükəli bir cığırı var. Demək olar ki, hər adam qalanın zirvəsinə çıxmağa risk eləmir. Amma bəzi yerli sakinlər bu yolu çox rahat adlaya bilirlər. Ona görə qalaya çıxmağa qərar versəz, mütləq yerli bələdçilərə müraciət edin. Onlar sizin işi asanlaşdıra bilərlər. Qabaqcadan dəqiq planlaya bilməyəcəyiniz yeganə bir şey varsa, o da ki, havadır. Daha dəqiq desəm, duman. Biz birinci dəfə qalaya doğru kənddən yola çıxanda hava tam aydın və günəşli idi. Amma dağ havası həmişə biraz havalı olur. Dəqiq proqnoz vermək mümkün deyil. Çətinliklə də olsa qalanın zirvəsinə çıxan kimi elə bir duman gəldi ki, ətraf görünməz oldu. Adətən duman tez gəldiyi kimi tez də çəkilə bilir. Bu dəfə gələn duman ağır duman sayılırdı. Onun çəkilməyəcəyini əmin olan bələdçilər sabah və ya biri gün daha bir cəhd etməyimizi tövsiyə elədilər. 2 gün sonra zirvəsinə qalxdığımız qala bizi tam günəşli bir mənzərə ilə qarşıladı. Qız Qalası bizə bütün gözəlliklərini nümayiş etdirdi. Dəniz səviyyəsindən 2200 metr hündürlükdə yerləşən Qız Qalasından baxanda qonşu Lerik rayonunun dağ zirvəsində olan Oğlan qalasını aydın görmək olur. Deyilənə görə bu qaladan o qalaya təhlükə olanda xəbər verməkdən ötürü Qız Qalasının zirvəsində tonqal qalıyırlarmış.
Hətta belə rəvayət edirlər ki, Qız qalasından Oğlan qalasına yeraltı yol, tunel də olub. Qız qalası abidəsinin üstündə olduğu kimi onun ətəyində, hətta içində belə maraq doğuracaq kəşflər eləmək mümkündür. Deyilənə görə abidənin ətəyində yerləşən, daş dövrünə aid edilən Alar mağarasından baxanda qayada görünən kahalardan qalanın içində olan otaqlara yol var. Əminəm ki, deyilənlər doğru olarsa, qala ona olan marağı biraz da artıracaq. Yardımlının ərazisində onlarla mağara var. Onlardan biri və ən məşhuru Alar mağarasıdır. O, Alar kəndi yaxınlığında, eyni zamanda Qız qalası ərazisində yerləşir. Gördüyünüz bu möhtəşəm Alar mağarasını 1993-cü ildə Azərbaycan alimləri aşkar ediblər. Qazıntılar zamanı buradan 9 əmək aləti tapılıb ki, onları da Orta Paleolit dövrünə aid edirlər. Bir sözlə alimlərin fikrincə Alar mağarası daş dövrünə aiddir və burada ibtidai insanlar yaşayıb. Viləş çayının sol sahilində Alar kəndindən təxminən 2 kilometr cənubda dəniz səviyyəsindən 1865 metr yüksəklikdə yerləşən Alar mağarasının əzəmətli görüntüsü var. Ərazi dağlıq və meşəliklərlə əhatə olunub ki, bu da qədim dövrlərdə insanların burada məskunlaşması üçün əlverişli şərait yaradır. Mağaranın girişinin uzunluğu 17 metr, içərisinin uzunluğu 22, hündürlüyü 10 metr, diametri isə 20 metrdir. Mağaranın ortasında çobanların düzəltdiyi ocaq var. Bu, sizə ibtidai insanların ocağını xatırladacaq. Alar Azərbaycanın o dağ kəndlərindəndir ki, onu və ətrafındakı abidələri, təbiət möcüzələrini kəşf eləmək üçün bu kəndə bir günlük gəlmək bəs eləmir. Günlər lazımdır ki, bu kəndi gəzib kəşf eləyəsin. Yardımlıda maraqlı və görməli yer. Dəvə karvanı ərazisi. Gördüyünüz bu daş fiqurlar dəvə karvanını xatırlatdığı üçün el arasında ona bu adı veriblər. Dəvə karvanı. Sanki dəvələr oturub getmək üçün zamanını gözləyirlər. Bu daşlara baxanda ilk baxışdan sizi ofsunlayacaq. Zamanla formalaşan rəngli qayalar, böyük daş kompleksi bölgənin fərqli təbiətinin ruhunu ötürür. Burada qədim zamanlardan bəri donub qalan dövrün ruhu hiss olunur. Bu daşların görüntüləri adamda həyəcan və heyranlıq yaradır. Qəribəsi də odur ki, bu daş fiqurlara hardan baxsaz, o sizə dəvə karvanını xatırladacaq. Yerli sakinlər Alar kəndinin bu hissəsini Sarıbulaq ərazisi, digər hissəsini isə
qala yeri yaşayış məskəni adlandırırlar. Deyilənə görə vaxtilə bu yerlərdə müdafiə qalası, qalanın ətrafında isə yaşayış məskəni olub. Qala yeri adı da bu deyilənlərdən götürülüb. Qala yerinin yaxınlığındakı qədim qəbristanlıq isə burada nə vaxtsa mövcud olan yaşayış məskəninin sübutudur. Bu qəbirlərin əksəriyyəti oda sitayiş edən atəşpərəstlərin olduğu deyilir. Bundan başqa, burada İslam dininin ənənələrinə uyğun bir neçə müsəlman dəfn olunub. Qədim qəbristanlıqdan baxanda ətrafda görünən yamyaşıl yaylaqlar Şahnişin yaylağıdır. Ona çiçəkli yaylağı da deyirlər. Uzaqda görünən dağlar isə Şahnişin dağ silsiləsi və Şahnişin zirvəsidir. Bu zirvə Talış dağ silsiləsinin bir hissəsini təşkil edir və ətrafda Peştəsər və Buravar sıra dağları ilə yerləşir. Bu dağlarda göy gurulduyub şimşək çaxanda çox vahiməli olur. Yaxşı olar ki, belə havada buradan uzaq olasınız. Ona görə bu tərəflərə və ümumiyyətlə dağlıq ərazilərə səfər edəndə mütləq hava proqnozunu izləyin. Alar kəndinin yaylaqlarında öz maraqlı hekayəsi, əfsanəsi olan daşlar çoxdur. Çolayurt deyilən ərazidə açıq yerdə olan Gəlinqaya daşının rəvayəti bu bölgədə çox məşhurdur. Belə rəvayət eləyirlər ki, düşməndən öz ismətini və kürəyində saxladığı körpəsini qorumaq üçün bir gəlin Allahdan onu daşa döndərməsini istəyib. Düşmənə təslim olmaq istəməyən qadının yalvarışlarını eşidən yaradan, onu körpəsi ilə birlikdə daşa döndərib. Üst-üstə yığılan bu qaya parçasını yandan baxanda, belində körpəsi olan qadını xatırladır. Ona görə də bu daşa gəlin qayası deyirlər. Daşlarla bağlı daha bir rəvayəti Yardımlının qədim dağ kəndlərindən biri olan Viləş çayının sahilində, Sarıqaya dağının yamacında, dəniz səviyyəsindən 1244 metr yüksəklikdə yerləşən qədim və zəngin tarixə malik Perimbel kəndində eşitdik. Bura Yardımlının ucqar dağ kəndlərindən biri Perimbel kəndidir. Rəsmi adı Pirimbildir. Adının mənası yüksəklikdə yerləşən ocaq kimi izah olunur. 1200 il bundan əvvəl 4-cü imamın 2 nəvəsi bu kəndin əsasını qoyub. Kənd dəniz səviyyəsindən 1500 metrdən yuxarıda yerləşir və hər tərəfdən dağlarla əhatə olunub. Və onun göz oxşayan bir təbiəti var. Yerli sakinlərin dediyinə görə Perimbeldə daşlar tək tarix, hekayə, əfsanə deyil. Onlar həm də xəbərdarlıq mənbəyidir. Bu qayanın adı İlizurdur. O qayanın adı isə Qızıl qayadır. Bu qayadan daş qopanda yağış yağır. O qayadan daş qopanda Qızıl qayadan, oradan daş qopanda günəş çıxır. Bu da onunla əlaqələndirilir ki, uzun müddət bir həftələrlə soyuq olanda və yaxud da günəş olanda birdən hava istidən soyuğa keçmə nəticəsində o daşlarda reaksiya gedir, daş qopur, daşın səsi kəndə gəlir, ondan məlum olur ki, bunlar sabah yağış yağacaq, yoxsa günəş çıxacaq. Ona görə də bu kənddə bu qayalara kəndin barometri deyirlər. Perimbel kəndində 40-dan çox bulaq var. Amma onların içərisində ən məşhuru Göznarı bulağıdır. Bu bulağın suyu dupduru, göz yaşı kimi şəffafdır. Bulağın yaxınlığında isə xan daşı var. Vaxtilə xan o daşın üstündə oturar və şikayətçiləri qəbul edərdi. Şikayətçilər isə yaxınlıqda olan elçi daşın üstündə gözləyərlərmiş. O yüzden də bu daşlara belə adlar veriblər. Deyilənə görə hətta kənddə günahkarlar daşı da var. Qayadan qopub gələn, kəndin ortasında qərar tutan daşlar ilk baxışda adi görünürlər. Amma onların hekayəsini eşidəndən sonra daşlar tarixin şahidinə dönür və məna kəsb eləyirlər. Bu isə maraq yaradır və insanları özünə cəlb edir. Yəni maraqlı olan daş deyil, onun yaşadıkları, onun hekayəsidir.
Perimbel kəndinin əhalisi də Sovet dönəmində Stalin hakimiyyəti dövründə deportasiya olunub. Lakin illər sonra kənd sakinləri geri dönə biliblər. Bütün yaşanan çətinliklərə baxmayaraq, havası, təbiəti, bərəkətli torpağı, buz kimi bulaqları Perimbel kəndini uzun ömürlər diyarına çevirib. Gələn qonağa, turistə hörmət, izzət də uzun ömürlü sakinlərin sayəsində nəsillərdən nəsillər ötürülür. Qonağı olduğumuz kənd sakini Leyla xanım deportasiya dönəmində uşaq olsa da, indi onun 90-a yaxın yaşı var. Nurunu və yaddaşını qoruyub saxlayan Leyla xanım kəndin adının mənasını belə izah eləyir. Əsli bizim kəndin adı Pir İmbeldir. Pir ocaq deməkdir. Bel də şəhər deməkdir. Pirlər şəhəri. Mənası budur. Yaşa deyil, yaşadıqlarına önəm verən qəhrəman ana Leyla xanım yardımlıya turist niyə gəlməlidir sualına özünə məxsus cavab verdi. Hansı hissədən, hansı bölümdə necə ləzzət almaq istəyir, dağları gəzsin, şəlaləmiz var. Dincəlməyə, yenə dincəlməyə, yenə dincəlməyə, dağ havası. Zəngin tarixi, mədəniyyəti və təbii gözəllikləri ilə Azərbaycanın unikal bölgələrindən biri olan Perimbel kəndində daha çox inanclı insanlar yaşayır. Onların kənddə ziyarət elədikləri 2 türbə var. Bu, tarixi dini abidə olan Mirqiyas ağanın və onun qardaşı Mir Kəmal ağanın türbəsidir. Kənd sakinləri hesab edirlər ki, Perimbelin əsasını 14-cü əsrdə Peyğəmbər nəslindən olan qardaşlar qoyub. Tarixi abidələr kimi burada tarixin şahidi olan yaşı 300-ü keçən iri gövdəli qoz ağacları da qorunur. Bu ağaclar həm tarixdir, deyilənə görə həm də deportasiya dönəmində kəndi boş qoymayan sakinlərdir. Yerli sakinlər onları öz ailə üzvləri kimi qoruyur, onlara qulluq eləyirlər. Burada hər ağac insan ömrü kimi qiymətlidir. Ümumilikdə isə yardımlı sakinlərinin ağaclara xüsusi yanaşmaları var. Görünür ona görə də burada ağaclar əsrlərlə ömür sürürlər. Yardımlıda yaşı 300-ü keçən qoz ağacları, yaşı 500-ü keçən çınar ağacları var. Bu çınar ağaclarının özəlliyi ondadır ki, onların yaşı artıq 1200-ü keçib. Yolun qırağında əkilən bu ağaclar həm də nişangah rolunu oynayırlar. Onların hündürlüyü 25, diametri isə 6 metrdir. Çınar ağacının gövdəsi o qədər genişdir ki, içərisində 15-20 nəfər insanın rahatlıqla yerləşə biləcəyi deyilir. Gövdəsi bir neçə yerdən parçalanmış olsa da, ağac hələ də yaşıl və sağlamdır. Bu çınar ağacları maylı bir təpənin üzərində yerləşir və ətrafında başqa ağaclar yoxdur. Bu da onların əzəmətini daha da vurğulayır. Ökü kəndindəki bu çınar ağacı əsrlər boyu bölgənin sosial və mədəni həyatında mühüm rol oynayıb. Yerli sakinlərin dediyinə görə bu ərazidən keçən qədim karvan yolları zamanı çınarın kölgəsi karvanlar üçün dayanacaq yeri olub. Bu çınar ağacları uzun ömürlü və dayanıqlı olmaları ilə tanınır. Şərq çınar növünə aid olan bu ağac Azərbaycanın Qırmızı kitabına daxil edilən nadir və qorunan bitki növlərindən biridir. Yardımlıda demək olar ki, bütün kəndlər təbiəti ilə göz oxşayırlar. Gəzdikcə, öyrəndikcə bu kəndlərə daha çox heyran olursan. Yardımlının təbiətinə heyran olacağınız daha bir kəndi Avaşdır. Dağlara sığınan Avaş, yaşıllıqlar içərisində nəfəs alan əsl görməli kənddir. Avaş kəndinin yaranması 19-cu əsrin ortalarına təsadüf eləyir. Bu dövrdə Perimbel kəndindən çıxan ailələr Avaş adlanan ərazidə məskunlaşaraq kəndin əsasını qoyublar. Kəndin ərazisi Talış dağlarının şimal-qərb hissəsinə yerləşir
və bu da onu Yardımlının ən füsunkar bölgələrindən birinə çevirir. Yardımlının belə kəndləri çoxdur və onlar bölgədə çox məşhurdurlar. Deman kəndi siyahıda ön sıralarda durur. Ona Deman düzü də deyirlər. Kənd dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşir. O, İran Respublikası ilə sərhəd ərazidədir. Kəndin yüksəkliklərindən baxanda Savalan dağını aydın şəkildə görmək olur. Deman sözü dəmyə, yəni suvarılmayan əkin sahələri mənasında yozulur. Deman ərazisi qədim karvan yollarının keçdiyi ərazi kimi də tanınır. Yardımlıda qədim tarixə malik türbələr çoxdur. Onlardan biri də Abudərdə türbəsidir. O, araşdırmalara görə 14-cü əsrə aiddir. Günümüzə qədər türbə 2 dəfə bərpa olunub. Tək Yardımlıdan deyil, qonşu rayonlardan da bura türbəni ziyarət eləmək üçün inançlı insanlar gəlir. Bu türbədə dəfn olunan şəxs haqqında bir neçə versiya var. Əsas versiyalardan da biri dəfn olunan şəxsin Ərdəbil tərəfdə yaşayan sufi şeyxlərdən olduğu və onun 14-cü əsrdə yaşadığı deyilir. Türbə bişmiş kərpicdən dairəvi formada inşa edilib. O, yerli əhəmiyyətli memarlıq nümunəsidir. Türbənin arxasında 13-14-cü əsrlərə aid dağınıq qəbirlərdən ibarət qəbirstanlıq da var. Qədim tarixə malik abidə Yardımlının Bərcan kəndinin ərazisində yerləşir. O, çox səfalı və mənzərəli kənddir. Sakinləri isə bütün Yardımlıda olduğu kimi qonaqpərvərdilər. Yardımlıda Azərbaycan mətbəxinə aid hər növ təam bişirilir. Amma Bərcan kəndində hazırlanan təamların dadı bir başqadır. Biz də bu dadın arxasınca Bərcan kəndinə gəldik. İndi Yardımlı mətbəxindən 2 növ təam hazırlayacağıq. Daha doğrusu hazırlayacaqlar. Gülxanım, salam. Salam. Necəsiz? Çox sağ olun, yaxşıyıq. Siz necəsiz? Yaxşı olasınız. Bu günləri nə hazırlayacağıq və nədən başlayacağıq? Biz bu günləri 2 təam hazırlayacağıq. Aha, Biri qutab, aha. birisi aşqara. Plov üçün nə lazımdır? Plov üçün lazımdır su, duz, düyü. Qarası üçün soğan, çərə yağı. Çərə yağını da qovuracağıq soğanı. Sonra aşqara içində ət, alça, qaysı, şabalıq. Qutab üçün bizə nə lazımdır? Qutab üçün bizə lazımdır un, su, duz. İçliyi də göyərti. Göyərtidə var soğan, şüyüd, kişniş. Daha sonra ev sahibəsi Rəfiqə xanım saç qızana qədər göyərti qutabının xəbirini açdı. Qutab hazır olana qədər paralel plov da hazırlanırdı. Əsl kənd abu-havası, ocaqda hazırlanan qutab, quşların səsi, qızıl gülün ətri, günün asla-asla qüruba enməsi ətrafda gözəl bir aura yaradıb. Əslində belə atmosferdə nə yesəz, sizə ləzzət verəcək. Hazırladığımız 2 təam Yardımlı mətbəxindən artıq hazırdır. Bu göy qutabıdır. Ətri, heyf ki, ötürmək olmur sizə. Ətri, bilirsiniz necə iştah açır. Aha. Çox dadlıdır. Yardımlıda olanda mütləq göy qutabın dadına baxın. Çox dadlı.
Amma o qarası ilə daha da dadlı olacaq. Çünki qarasında ət var, qızarmış soğan var və turşular var. Yardımlıya gələndə mütləq bunların dadına baxın. Yardımlıda hər kənd bir təpənin üstündə yerləşir. Bir kənddən digərinə getmək üçün bir dağdan enib başqasına çıxmaq lazımdır. Düzdür, bu yollara avtomobillə də gedə bilərsiniz. Amma onları atla ya piyada getsəz, o zaman təbiətlə təmasda olmaq, yerli sakinlərlə ünsiyyət qurmaq imkanınız olacaq və bu sizə böyük zövq verəcək. Biz Yardımlıda ən yaxşı vaxtımızı keçirdik. Yardımlı səfərinə Horavar kəndindəki ucu-bucağı görünməyən lalələri, sarı bənövşəyi çiçəkləri, Əruz kəndindəki dincəlmək, həzz almaq üçün Tut bağı gölündə əlavə eləyib, ən yaxşı səyahətim siyahısını biraz da artırmalı olduq. Yola çıxdıq və deyə bilərəm ki, yolumuz çox uğurlu oldu. Azərbaycanın daha bir füsunkar bölgəsini kəşf elədik. Yer üzərində çox insan var ki, bu gözəlliklərdən xəbəri yoxdur. İndi siz bilirsiniz ki, yer kürəsində möcüzələrlə dolu belə bir diyar var. Adı da Yardımlıdır. Biz sizi kəşflərimizin ardınca gəlməyə dəvət edirik. Paytaxt Bakıya nisbətən Yardımlıda həyat biraz yavaş gedir. Burada sən heç yana, heç yerə tələsmirsən, əksinə. Hər gün həyatdan zövq alaraq yaşayırsan. Üstəgəl də burada gəzməli, görməli yerlər, çoxlu hekayələr diqqət çəkir. Yardımlıya gəlmək üçün mən sizə çox səbəb deyə bilərəm. Amma ən yaxşısını yerli sakinlər bilir. Yardımlının Qaracadağ zirvəsi var. Yardımlının Peştəsər zirvəsi var. Yardımlının çoxlu şəlalələri var. Yardımlıya gəlmək üçün səbəb çoxdur. Biri elə bizim Alar kənd. Gözəl dağları var, insanları qonaqpərvərdir. Buranın gözəl havası var, buranın gözəl bulaqları var, buranın gözəl qonaqpərvər insanları var. Rayonumuzun tarixi abidələri, meşələri, təmiz bulaqları. Ona görə də rayonumuza gəlməyi hər kəsə tövsiyə edirəm. Böyük şəhərlərin səs-küyündən uzaqlaşıb, əsl kənd həyatı və insanların qonaqpərvərliyini görmək istəyənlər Yardımlıya gəlsin. Yardımlıda təbiətlə insan arasında harmoniyanı çox aydın şəkildə görmək olur. Burada kəndlər dağların ətəyinə xalça naxışı kimi düzülüblər. Burada bir huzur, bir rahatlıq var. Ola bilər ki, yerli sakinlər bunu o qədər də hiss eləmirlər. Bu onlara adi gəlir. Amma əslində bu təbiət gözəlliyi adi deyil. Buradakı dağlar, meşələr, şəlalələr, kanyonlar bir turizm xəzinəsidir. Bu turizm xəzinəsini kəşf eləmək üçün yola çıxın və gəlin Yardımlını kəşf edin.